Səfəvilər Ərdəbil hakimliyi Səfəvilər sülaləsinin, həmçinin Ərdəbil hakimliyinin yaranması Şeyx Səfiyyəddin adı ilə bağlıdır. Şeyx Səfiyyəddin Əli İshaq Əl-Musəvi Əl-Ərdəbili 1254-1334-cü illərdə yaşayıb və mənbələrdə Şeyx Səfiyyəddini Türk piri olaraq adlandırırdılar. Və 13-cü əsrin sonunda Şeyx Səfiyyəddin Ərdəbildə Səfəvi Sufi Dərviş təriqəti yaradır və tədricən onun ətrafına müridləri toplanmağa başlayır və 13-cü əsrin sonunda, daha doğrusu 13-cü əsrdə demək Monqol istilası dövründə Səfəvilər sülaləsi yüksəlişə başlayır və Səfəvilər Ərdəbildə Şiəlik təriqətini təbliğ edirdilər. Və demək Sünni hakimlərin zülmündən xilas olmağa çalışan əhali də Şiəlik təriqətini seçir və tezliklə Səfəvilərin demək tərəfinə keçirdilər. 14-15-ci əsrdə şeyxlər, Səfəvi şeyxləri Ərdəbil hakimi kimi öz mövqelərini daha da möhkəmləndirirlər və Səfəvi təriqətini daha geniş ərazilərə yayacaqlar. Azərbaycanda, Kiçik Asiyada, İraqda, Suriyada artıq bunların nüfuzları daha da çoxalmışdır və ardıcılların sayı çoxalmışdır. Dediyimiz kimi Səfəvilər təriqətinin sadə insanlar arasında daha rahat, daha tez yayılmasının səbəbləri feodal ara müharibələrinin olması, Səfəvi şeyxlərinin şiəliyi təbliğ etmələri idi, həmçinin cəmiyyətdəki ədalətsizliklərə qarşı çıxış etmələri idi. Azərbaycanda və qonşu ölkələrdə sünni hökmdarların vergi və mükəlləfiyyətləri ciddi şəkildə qaldırmaları və tələb etmələri idi ki, bu da narazılığa səbəb olurdu və Səfəvilər daha ədalətli cəmiyyət söz verdiklərindən cəmaət Səfəvi təriqətinə meyl eləyirdi. Şeyx Cüneydin fəaliyyəti dövründən 1447-1460-cı illər əhatə edir Şeyx Cüneydin fəaliyyət dövrü. Demək, siyasi təsirini daha geniş ərazilərə yaymaq üçün sünni hökmdarlara qarşı daha fəal təbliğata başlayır. Və Şamlı, Rumlu, Ustaslı, Tərkəli, Əfşar, Qacar, Zülqədər türk tayfaları artıq Şeyx Cüneydin tərəfinə keçir. Qaraqoyunlu Cahanşahla mübarizə aparacaq. Niyə? Çünki Qaraqoyunlu Cahanşah Şeyx Cüneydin Ərdəbildə nüfuzunun güclənməsinə mane olmağa çalışırdı. Çünki öz üçün təhlükə görürdü. Ona görə də Ərdəbili tərk etməyi tələb eləyir. 1449-cu ildə Şeyx Cüneyd Ərdəbili tərk edir. Ərdəbili tərk etmək daha da xeyir gətirir. Niyə? Çünki Misirdə, Suriyada, Mesopotamiyada öz tərəfdarlarının sayını artırır. Diyarbəkir gəlir, orada Qaraqoyunların rəqibi olan Həsən bəyin bacısı Xədicə ilə evlənir və bununla da Ağqoyunlu Səfəvi ittifaqı möhkəmlənir. 1460-cı ildə Səfəvilər Dağıstana və Şirvana yürüş edir. Bu zaman Şirvanşah Xəlilullah, 1-ci Xəlilullah və Qaraqoyunlu Cahanşah ittifaqa girərək Səfəvlərlə döyüşəcək. Samir çayı döyüşdə qalib gəlir Şeyx Cüneydə və Şeyx Cüneyd öldürülür. Şeyx Cüneyddən sonra onun yerinə Şeyx Heydər gəlir, oğlu Şeyx Heydər. Və Şeyx Heydər də atası Şeyx Cüneydin siyasətini davam etdirir. Həsən bəyin qızı Aləmşah bəyimlə evlənəcək və bununla da Ağqoyunlarla qohumluq münasibəti daha da möhkəmlənir və təbii ki, ittifaq daha güclənir. Və artıq Şeyx Heydərin dövründə qazi və sufi dəstələrini hərbi qaydada təşkil eləyir. Və bundan sonra Səfəvi tərəfdarları başlarına 12 İmamın şərəfinə qırmızı zolaqlı çalma bağlayacaqlar, qoyacaqlar, 12 qırmızı zolaq. Və buna görə də Qızılbaş adlanmağa başlayacaqlar. Yəni Şeyx Heydərin dövründə Qızılbaş adlanırlar. Ağqoyunlu Həsən Padşaha Teymurilərlə müharibədə kömək eləyir Şeyx Heydər. Ona görə də 1470-ci ildə
Həsən bəyin köməkliyi ilə Şeyx Heydər Ərdəbildə taxta oturacaq. Yəni Səfəvi ordeninin irsi taxtına oturur. Və Şeyx Heydər həmçinin 1483, 1487, 1488-ci illərdə Şimali Qafqaza, Dağıstana, Şirvana yürüş edirlər. Və Şeyx Heydərin Sultan Yaqubla arası dəymişdi. Həsən padşahdan sonra Ağqoyun taxtına Sultan Yaqub çıxmışdı. Və Sultan Yaqub da Şeyx Heydərin yürüşlərindən narahat idi. Çünki o da özü təhlükə görürdü. Heydərin güclənməsi istəmirdi. Həmçinin Yaqub Fərrux Yasarla da qohum idi. Ona görə də qohum olmuşdu. Ona görə də 1488-ci ildə Şirvanşah Fərrux Yasara kömək eləyəcək Yaqub, Ağqoyunlu hökmdarı və Şahdağ döyüşündə demək Şeyx Heydər məğlub ediləcək və öldürüləcək. Bundan sonra hökmdar Yaqub padşah Ərdəbili işğal eləyir və Səfəvilərin buradakı müridlərinə, tərəfdarlarına divan tutur. Şeyx Heydərin oğlanlarını Sultanəlini, İbrahimi və İsmaili eləyəcək, həbs etdirəcək, Kirazda İstəxir qalasına saldıracaq. Sonra isə Sultan Yaqubdan sonra bilirsiniz ki, Baysunqur gəlir hakimiyyətə. Baysunqurdan sonra da Rüstəm Mirzə hakimiyyətə gələcək. Rüstəm Mirzə öz hakimiyyəti möhkəmləndirmək üçün Şeyx Heydərin oğlanlarını həbsdən azad eləyir. Yəni Sultanəli idi Şeyx Heydərdən sonra Səfəvi ordeninin başında və o Sultanəlini Ərdəbilə qaytarır və ona müstəqil hakim kimi belə deyək, tanıyır onu. Ancaq Rüstəm Mirzə Sultanəlinin nüfuzunun artmasından narahat olur və ona görə də 1494-cü ildə Ərdəbil yaxınlığında Şəməsi döyüşündə Səfəviləri məğlub edib Sultanəlini öldürtdürür. Və Ərdəbili tutaraq Səfəvi tərəfdarlarını məhv etməyə başlayır. Sultanəli özündən sonra İsmaili taxta çıxarması demişdi, yəni sağ ikən. Ona görə də Şeyx İsmail hakimiyyətə gələcək 1494-1501. Yəni İsmailin, Şah İsmaildir. Bu şeyxlik dövrüdür 1494-dən 1501-ə qədər. 1501-dən 1524-ə isə şahlıq dövrü, hökmdarlıq dövrüdür. Şeyx İsmail demək Şəməs döyüşündən sonra Səfəvilərin başına keçir və onun Sufi əmirləri İsmaili demək gizlədirlər Lahıcanda, Gilanda və 6 il İsmail Lahıcanda qalacaq və 1, 2, 14-cü əsr, 15-ci əsr sonları Ağqoyunluda ara müharibələri gedirdi. Bu vəziyyətdən istifadə edib Səfəvilər öz nüfuzunu artırır. 1499-cu ildə İsmail Lahıcandan Ərdəbilə gəlir, oradan da Astaraya gəlir. Və bu zaman İsmail qarşısında əsas vəzifə nə idi? Səfəviyyə müridlərini bir araya toplamaq və Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmək. İsmail hərbi qüvvə toplamaq üçün Şərqi Anadoluya, Ərzincana gələcək. 1500-cü ildə Ərzincan müşavirəsi keçiriləcək və burada müşavirədə ilk zərbənin Şirvanşah Fərrux Yasara vurulması qərara alınacaq. Çünki Fərrux Yasar İsmailin atasını döyüşdə öldürmüşdü. 1500-cü ilin payızında Gülüstan qalası yaxınlığında Caban döyüşü baş verəcək Şirvanşahlarla Qızılbaşlar arasında. Burada Qızılbaşlar qalib gələcək, Şirvan qoşunu məğlub ediləcək və Fərrux Yasar öldürüləcək. Sonra Qızılbaşlar Şamaxını tutacaq. 1501-ci ilin yazında Qızılbaşlar Bakı qalasını tutur. Şirvanşahların xəzinəsi ələ keçirilir. Bundan sonra Qızılbaşlar Gülüstan qalasını mühasirəyə alacaqlar. Ancaq Əlvənd Mirzənin, Ağqoyunlu Əlvənd Mirzənin Təbrizdən qoşunla şimala doğru gəlməsi xəbəri İsmailin qalanın mühasirəsinin dayandırılmasına səbəb olur və Əlvənd Mirzə ilə döyüşə gedir. Burada Əlvənd Mirzənin hücumunu eşidən İsmail əyanları toplayır başına və onlara bir dənə sual verir.
Sizə Gürcüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı? Əyanlar da deyir ki, bizə Azərbaycan taxtı lazımdır. Və bundan sonra İsmayıl 1501-ci ildə ortalarında Şərur döyüşündə Əlbət Mirzənin qoşunlarını məğlub edəcək və 1501-ci ilin payızında Təbrizə daxil olub dövləti yaradacaq, Səfəvilər dövlətini.